Bu videoda sizinlə bərabər JavaScript-də bir neçə məsələ həll edəcəyik. Birinci məsələmizə baxaq. Təbii ki, for operatoru vasitəsilə edəcəyik bunları. Birinci məsələmiz 1 və 100 aralığında ədədlərin siyahısı. Ən bəsit məsələdir. Keçən dəfə yazdığımız kimi for rate i bərabərdir 0, i kiçikdir 100-dən, kiçik bərabərdir 100-dən, i plus plus. Burada 0 yazdığım üçün 0-dan başlayacaq. 1 edək, çünki 1 və 100 aralığında deyirik. Bundan sonra konsola da verə bilərik, document write olaraq da verə bilərik. Konsola yazacaq. Console log i. Bunu yazırıq. Console log i. Nəticəyə baxaq indi. Konsolu açaq. Gördüyümüz kimi 1 və 100 aralığında ədədlərin siyahısı çıxdı. Burada 1-dən 100-ə qədər ədədləri sıralayır və həmin ədədləri 1-1 göstərir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1-1 bu şəkildə göstərir. Növbəti olaraq ikinciyə gələk. 1 və 100 aralığında tək ədədlərin siyahısı. Ümumiyyətlə, adi qaydada tək ədədin bir ədədin tək olmasını yoxlamalı bilməliyik. Yəni, bir ədəd hardan bilirik ki, təkdir, bir ədəd hardan bilirik ki, cütdür. Demək, belə bir qayda var. Bir ədədi 2-yə bölürük. Bir ədəd 2-yə tam bölünürsə, bu ədəd cütdür. Bir ədəd 2-yə qalıqlı bölünürsə, bu ədəd təkdir. Məsələn, 10-u götürək. 10-u 2-yə böləndə qalıq 0 alınır. 5 dəfə düşür, qalıq alınmır. Yəni, qalıqlı bölməyini götürsək. Buradan bilirik ki, 10 cüt ədəddir. Çünki 10 2-yə tam bölünür. Amma məsələn, 9-u götürsək, 9 2-yə tam bölünmür. 9-u 2-yə böləndə qalıq 1 alınır. Yəni, 4 dəfə tam düşür, qalıq 1 alınır. Qalıqlı bölməyini götürsək. Yəni, buna görə, buna əsasən bilirik ki, bir ədədin 2-yə bölünməsindən alınan qalıq 1-dirsə, təkdir. Bir ədədin 2-yə bölünməsindən alınan qalıq yoxdursa, yəni 0-dırsa, yəni tam bölünürsə, bu ədəd cütdür. Məsələn, 10, 12, 14. Bunlar 2-yə tam bölünür, 0 qalıq alınır. Ondan bilirik ki, cütdür. Amma 9, 11, 13 bunlar 2-yə tam bölünmür. Qalıq 1 alınır. Oradan bilirik ki, tək ədədlərdir. Bu qaydadan istifadə edərək bir ədədin tək və cüt olmasını JavaScript-də tapa bilərik. Məsələn, bir dəyişən yaradaq, let a bərabərdir. Məsələn, 10. Burada belə bir ifadə var. Let bərabərdir a faiz 2. Faiz 2 nədir? Faiz 2 bir ədədin a-nın 2-yə bölməsindən alınan qalığı göstərir. Faiz 3 yazsaq, 3-ə bölməsindən alınan qalığı göstərəcək. Bu 2-yə bölməsindən alınan qalığı göstərir. Hadi B eləyək. Yeniləyək səhifəni. Gördüyümüz kimi 0 çıxır. Cüt ədədlərdə 2-yə bölməsindən alınan qalıq 0 çıxır. Amma tək ədəd olsaydı, buradan nə çıxacaqdı? Buradan 1 çıxacaqdı qalıq olaraq. Buna görə də biz burada şərtlə yoxlaya bilərik. If n-in qiyməti bərabərdirsə 1-ə, o zaman yazarıq ki, alert tək ədəddir. Tək ədəddir. Yəni, A tək ədəddir mənasında. Səhifəni yeniləyək, gördüyümüz kimi tək ədəddə çıxır. Çünki bunun 2-yə bölməsindən alınan qalıq 1-dir. Bu da birbaşa B dəyişəninə ehtiyac olmadan birbaşa A faiz 2-də yaza bilərik. A faiz 2 bərabərdir 1-dirsə, yazırıq ki, alert tək ədəddir. Gördüyümüz kimi tək ədəddir. Çünki təkdir. Bu qaydada ədədin tək cüt olmasını yoxlaya bilərik. Bunu for operatorunun daxilində də yaza bilərik. Bizə lazımdır 1 və 100 aralığında tək ədədlərin siyahısı. For let i bərabərdir 1, kiçik bərabərdir 100, i plus plus. Burada i 1-dən 100-ə qədər də bir-bir sıralayır. Yəni 4 sıralayır. Ona görə də burada yoxlayacağımız ədəd i-dir. I əvvəlcə 1 olur, sonra 2 olur, sonra 3 olur. Bu qayda ilə gedir. Ona görə yoxlayacaq i faiz 2 bərabərdirsə 1-ə, o zaman yazacağıq ki, console log i. Yəni, təkdirsə biz bunu çap edəcəyik. Tək deyilsə, çap edəməyəcəyik. Heç bir şey edəməyəcəyik. Səhifəni yeniləyək. Baxaq, gördüyümüz kimi burada tək ədədlər çap olunur. 1, 3, 5, 7, 9. Burada nə olur? Burada cütlər də sıralanır, təklər də. Yəni, 1-dən 100-ə qədər bütün ədədlər bir-bir sıralanır. Sadəcə o ədəddə bir-bir yoxlanılır. Hansı ki, təkdir, məsələn, 1 təkdir, çap olunur. 2 tək deyil, çap olunmur. 3 təkdir, çap olunur. 4 tək deyil, çap olunmur. Yəni, hansı ki, təkdir, çap olunur. Amma tək olmayanlar çap olunmur. Əgər bizə deyilsəydi ki, 1-dən 100-ə qədər cüt ədədləri siyahısını tap, o zaman 0 eləyəcəkdik. Gördüyümüz kimi cüt ədədlər. Çünki cütlərin 2-yə bölməsindən alınan qalıq 0-a bərabərdir. Növbəti məsələmizə keçək. 1-dən 5-ə qədər ədədlərin cəmi. 1-dən 5-ə qədər ədədlərin cəmini tapanda nə edirik? For i bərabərdir 0, i kiçik bərabərdir 5-dən, i plus plus.
i bərabərdir 1 götürək ümumiyyətlə belə deyək. Deməli, bunun üçün bir dənə əvvəlcə cəm dəyişəni götürürük. Let cəm bərabərdir 0. Sonra hər dəfə cəm bərabərdir cəm plus i yazaraq cəmin üzərinə mövcud qiyməti gəlmiş olur. Axırda let cəm yazaq. Baxaq görək nə baş verir. Səhifəni yeniləyək. Gördüyümüz kimi 15 çıxdı. 1-dən 5-ə qədərlərin cəmi. Bu necə baş verir? İlk dövrədə ilk olaraq cəm bərabərdir cəm plus i yazılıb. Cəm bərabərdir cəm plus i. Cəmin qiyməti 0-dır. 0 plus i-nin qiyməti isə 1-dir. 1. Alınır 1. İlk dövrənin sonunda cəmin qiyməti 1 olmuş olur. İkinci dövrəyə keçirik. İkinci dövrədə də cəm bərabərdir cəm plus i. Cəm bərabərdir cəm plus i. Burada amma artıq cəmin son qiyməti olaraq götürülür. Cəmin son qiyməti nə idi? 1 idi. 1, üstə gəl. İkinci dövrədə, ikinci dövrədə i-nin qiyməti 2-dir. 1 üstə gəl 2 olur. O da olur 3. Artıq ikinci dövrənin sonunda cəmin qiyməti 3-ə bərabərdir. Keçirik növbəti dövrəyə, üçüncü dövrəyə. Cəm plus i. Üçüncü dövrədə artıq cəmin son qiyməti nə idi? 3 idi. i-nin hal-hazırki qiyməti nədir? Üçüncü dövrədə 3-dür. O zaman olur 6. Cəmin son qiyməti olur 6. Dördüncü dövrədə yenə cəm bərabərdir cəm plus i. O da bərabərdir. 6 cəmin son qiyməti. Üstə gəl i-nin hal-hazırki qiyməti. i-nin hal-hazırki qiyməti nədir? 4-dür. O zaman 10 alınır. 5-ci dövrdə son olaraq cəm bərabərdir cəm plus i. O da bərabərdir 10 cəmin son qiyməti plus i-nin hal-hazırki qiyməti, yəni 5. O zaman nəticədə isə 15 alınır. Beləliklə 1-dən 5-ə qədər ədədlərin cəmini bu qaydada tapmış oluruq. Bu qədər sadə. Son olaraq 1-dən 5-ə qədər ədədlərin hasili belə bir məsələndə həll edək. 1-dən 5-ə qədərlərin hasilini tapanda çox bir şey dəyişmir. Sadəcə hasil bərabərdir 1 olur. Və burada yazırıq hasil bərabərdir. Hasil vuraq i alert hasil. Baxaq görək nə baş verir. Səhifəni yeniləyək. Burada gördüyümüz kimi 120 çıxdı. 1-dən 5-ə qədərlərin hasili. Burada da həminki kimi, bayaqki kimi. İkinci dövrədə nə olur? Hasil bərabərdir hasil vuraq i. O da olur hasilin qiyməti nə idi? 1-dir. Hasilin ilk qiyməti 1-dir. i-nin ilk qiyməti nədir? 1-dir. Olur 1 vuraq 1. Alınır 1. Növbəti. Hasil bərabərdir hasil vuraq i. İkinci dövrədə hasilin son qiyməti 1 vuraq i-nin hal-hazırki qiyməti. i-nin hal-hazırki qiyməti nədir? İkinci dövrədə 2-dir. O da bərabərdir 2 alınır. Növbəti dövrədə hasil bərabərdir hasil vuraq i. O da bərabərdir hasilin son qiyməti. Hasilin son qiyməti nədir? 2 idi. Bunu vururuq nəyə? i-nin hal-hazırki qiyməti. i-nin hal-hazırki qiyməti 3-cü dövrədə 3-ə bərabərdir. O da verir 6. 6 alınır. 4-cü dövrədə hasil bərabərdir hasil vuraq i. O da bərabərdir. Hasilin son qiyməti 6. Bax, i-nin hal-hazırki dövrədəki qiyməti 4. i-nin növbəti qiyməti 4-cü dövrədə alınır 24. Sonra növbəti dəfə hasil bərabərdir 5-cidəyik hasil vuraq i. O da bunun sonuncu qiyməti 24. Vuraq nə? 5-ci dövrədə qiymət 5. O da alınır 120. Bununla da bitir. Bu qədər hasili də tapmış oluruq. Bir də sual var. Niyə cəmdə let cəm 0 yazdıq? Hasildə 1 yazdıq. Çünki biz hasildə 1 yazırıq. Burada vura gəlirik. Yəni 1 vur 1, sonra alınır 2 vururuq. Amma cəmdə toplayırıq. Əgər biz hasildə 0 yazsaydıq, hasildə də 0 yazsaydıq, o vacidi 0 vuraq 1 bərabərdir 0. Sonra o vacidi 0 vuraq 2. Yəni bu 0-a vura gedəcəkdi. Yəni elə bir ki, hasil vurağı gedəcəkdi, amma həmişə 0-ı vuracaqdı. 0-ı 1-dən 5-ə qədərlərə vuracaqdı. Elə 0 olaraq da qalacaqdı nəticə. Bir şey dəyişməyəcəkdi. Ona görə burada artıq biz hasildə 1 yazırıq. Cəmdə 0 yazırıq, hasildə isə 1 yazırıq. Bir də son olaraq bunlarla bərabər qısa olduğu üçün bunu da demək istəyirəm. Break və continue ifadələri var. Break continue nədir? Məsələn, biz for let i bərabərdir 0, i kiçik bərabərdir 10-dan, i plus plus yazırıq. Burada console log i. Məsələn, biz istəyirik ki, 5 çap olunmasın. Əgər i 5 olsa, if i bərabərdir 5-dirsə, 5-i çap eləməsin. Davam eləməsin, yəni dövrə bitsin.
O zaman breakdən istifadə olunur. Break yazırıq. I bərabər 5 olsa dövrə dayanacaq və bu artıq aşağı keçməyəcək. Bu buradan yenidən başa qayıdacaq. Yəni 5 üçün növbəti əməliyyatlar davam eləməyəcək. Baxaq. 5 üçün yox, ümumiyyətlə daha doğrusu. Ümumiyyətlə növbəti əməliyyatlar davam eləməyəcək. 4 oldu, 4-ə qədər çatdı. Daha doğrusu bu 5 oldu və salam. 5 də dövrə dayandırılır. Bitir, artıq qutarır. Bayaq dediyim continuelərdir əslində. İndi onu da göstərəcəm. 5 oldu, artıq dövrə sındırılır, break sındırmaq. Dövrə dayandırılır, artıq ondan sonrası işləmir. Yəni artıq 5 üçün çap olunmur. Məsələn, if i5-i console log i-dən sonra yazsaydıq, 5-i çap eləyəndən sonra yoxlayacaqdı. 5-dirsə dayandırılsın. 5-ə kimi çap eləyəcəkdi və salam. Ondan sonra artıq çap eləməyəcəkdi. Yəni dövrəni müəyyən bir yerdə dayandırmaq üçün break ifadəsindən istifadə olunur. Yəni gördüyümüz kimi 5-dən sonrası çap olunmur artıq. Bir də burada continue var. Continue nədir? Bunu da qısa şəkildə deyim. If, məsələn, mən yazıram i bərabərdir 5-dirsə, continue. Continue nə edir? 5-dirsə, baxaq, bayaq dediyim buradadır artıq. 5-i çap eləmir. Görürsünüz, 6-ya keçir. Yəni bu yoxlayır. Əgər i 5-dirsə, deyir davam elə. Yəni artıq növbəti kodları işə salma. Qayıd əvvələ. Bu nə edir? Artıq 5-dirsə, növbəti kodları işə salmır, qayıdır əvvələ. Ona görə də 5-i çap eləmir, 6-dan davam edir. Gördüyümüz kimi 3, 4, ondan sonra 6 gəlir. Artıq 5-i çap eləmir. Bu qədər. Ümid edirəm anlaşıldı oldu. Nəsə sualınız olsa, şərh hissəsinə yaza bilərsiniz.